Salam, Allah'tan hər bir evə ruzi bərəkət arzu edirəm. Mən bugün gavalı turşusu hazırlayıram. Onun üçün mənə lazımdır gavalı, petruşka, kök, bir neçə göy biber, bir-iki dənə acı biber, sarımsaq, kələm. İndi isə gavalıların çiydini çıxarırıq. Gavalının içi üçün lazım olan ərzaqları xırda-xırda doğrayırıq. Xırda-xırda doğradığımız bütün ərzaqları qarışdırırıq. Çayımız hazırdır. İndi isə gavalıların arasını doldururuq. İçliklə doldurduğumuz gavalıları balonlara yığırıq. Bu cür balona bir xörək qaşığı duz tökür, üzərinə qaynar su tökürük. Üzərinə qaynar su tökürük. Qazanın dibinə bir əski qoyur, balonları yerləşdirdikdən sonra ılıq su əlavə edirik. Balonları qaynamağa qoyduqdan sonra qazan qaynara düşdükdə 5 dəqiqə qaynadır götürürük. Balonlarımız 5 dəqiqədir ki qaynayıb, artıq götürə bilərik. Qaynatdığımız balonun üzərinə bir qənd qoyuruq. Yarım çay qaşığı, 2 kiloluk balona yarım çay qaşığı uksus əlavə eləyir. Qapağını möhkəm bağlayırıq. İçi doldurulmuş gavalı turşularımız hazırdır. Hazırlayıp yiyin, nuş olsun.